Bəli, bəli, eşidirəm. En dəyişənin hansı ən kiçik qiymətində proqram ekrana 12-2-2 qiymətlərini çap edər. Deməli, biz baxırıq ki, çapda birinci S hərfi, sonra M hərfi, sonra isə H hərfi, çap edilmişdir. Bunun üçün də S-imiz 12-yə, M-imiz 2-yə, H-ımız isə 2-yə bərabərdir. S-imiz əgər 12-yə bərabərdirsə, burada da aşağıda S hissəsində görürük ki, S üstəgəlsin n qalıqlı bölmə 8 deyir. N də bərabərdir n bölünsün tam bölmə 8. Burdan biz bilirik ki, deməli ədədimiz onluq say sistemindən 8-lik say sisteminə çevrilmişdir. Bundan əlavə də bilirik ki, bu ədəddə ədədin rəqəmlərinin cəmi 12-yə bərabərdir. Bizim əgər m-imiz 2, h-ımız 2-dirsə, deməli if operatoru 2 dəfə işlədilmişdir. Else operatorumuz da 2 dəfə işlədilmişdir. Deməli ədədimiz 4 rəqəmlidir. 4 rəqəmli olduğunu bildiyimizə görə və ən kiçik olduğunu da bilirik. Rəqəmlərinin cəminin 12 olduğunu da bilirik. Deməli burdan biz özümüzdən rəqəm qoya bilərik. Biz 4 rəqəmli ədəddə seçəndə ən kiçiyi seçmək üçün ilk olaraq ədədi birinci rəqəmini 1 yazırıq. 0 yaza bilmərik, çünki ədəd 0 ilə başlana bilməz. Buna görə də ikinci rəqəmi 0 yazırıq. Burada biz o rəqəmlərin cəminin 12 olmaq üçün 2, 9, 3, 8, 4, 7-dən istifadə edə bilərik. Halbuki rəqəmimiz 8-lik say sistemində olduğuna görə biz burada nə 9, nə yəni 2, 9 və 3, 8 cütündən istifadə edə bilmərik. Çünki 8-lik say sisteminin ən böyük rəqəmi 7-dir. Ona görə də son rəqəmi 7 götürürük, üçüncü rəqəmi isə 4. Yəni ki, ədədimiz 1047 olur, amma 8-lik say sistemində. Ədədimiz ilk olaraq onluq say sistemində daxil edilib sonradan 8-lik say sisteminə keçirildiyinə görə 1047-ni 8-lik say sistemindən onluq say sisteminə çeviririk. Onluq say sisteminə çevirmək üçünsə 1-i vururuq 8-in kubuna, yəni 512. Üstünə gəlinsin 0-ı heç keçdik, 4 vurulsun 8. Gəlinsin 7 vurulsun 1. Yəni 512 üstə gəlinsin 32, üstə gəlinsin 7. Bunun da cavabı 551 A variantı.